Salam, bugün sizlərə insan skeleti haqqında məlumat verəcəm. İnsanın skeleti 3 hissəyə bölünür. Kəllənin skeleti, gövdənin skeleti və ətrafların skeleti. Kəllənin skeleti 2 hissəyə bölünür. Bunlar hansılardır? Beyin şöbəsinin skeleti, üst şöbəsinin skeleti. Gövdənin skeletinə hansı sümüklər aiddir? Gövdənin skeletinə onurğa sütunu, fəqərələri, qabırğalar və döş sümüyü aiddir. Ətraflarda yuxarı ətraflar və aşağı ətraflara bölünür. Hər ətraflarda sərbəst, yəni hərəkətli və qurşaq hissəyə bölünür. Bunlar haqqında geniş məlumat növbəti videoda olacaq. İnsanın skeleti kəllə, gövdə, ətrafların skeletinə bölündü. Kəllə beyin üst şöbəsinə, gövdə onurğa sütunu, qabırğalar, döş sümüyü, ətraflarda yuxarı və aşağı ətraf olmaqla 2 yerə bölündü. Növbəti izahda kəllənin skeleti haqqında vacib məlumatlar verəcəm.